Siğəni əgər dünyada başa düşsəydilər, dünyada pozğun qadın qalmayacaqdı. Ömərə lənət olsun. Ömərin vaxtında Ömər dedi ki, mən peyğəmbərin 2 qanununu sizə ləğv eləyirəm. Qadağan eləyirəm. Bir siğə idi, bir də həcc əməli idi. Hansı ki, peyğəmbər özü demişdi ki, mən sizə nəyi halal bilirəmsə, qiyamətəcən halaldır, nəyi haram bilirəmsə, qiyamətəcən haramdır. Ən-Nisa surəsinin 24-cü surənin 24-cü ayəsi, 4-cü surənin, Ən-Nisa surəsinin 24-cü ayəsi deyir ki, Vasim Məmmədəliyevlə Ziya Bünyadovda yazılıb ki, cariyələrinizin mehriyəsini verin. Cariyə hamı başa düşür ki, hamı bilir ki, o vaxtı şahların vaxtında, məsəl üçün xanların vaxtında öz hərəmxanalarında, nə bilim, öz yanlarında qadınlar işlədirdilər. Yəni fəhlə kimi işlədirdilər, ona cariyə deyirdilər. Yəni o cariyələrə və ya öz arvadlarının yanında, məsəl üçün arvadlarına xanımlar necə indi qulluqçular tuturlar, o vaxtda elə qulluqçular tuturdular, ona cariyə deyirdilər. Onlara muzd haqqı verirdilər. Onlara siğə düşmür. Yəni siğəli qadın budur ki, bəziləri başlayacaqlar ki, sən istərsən anonla kimsə siğə eləsin və ya sən istərsən bacınla kimsə siğə eləsin. Mən həmin o şərəfsizlərə deyirəm ki, bəs sən istərsən ki, sənin aton gəbərə gedə, anon bunun altından dura, o birisinin altına girə və ya bacın bunun altından dura, o birisinin altına girə və ya sən aton ola-ola onun kişiliyi çatmır, anon bunun altından durur, onun altına girməyi istəyirsən. Yəni siğəli qadın belədir ki, ərli qadınla heç vaxt nə siğə eləyə bilərsən, nə kəbin, o birisi. Yəni siğə mənası müvəqqəti kəbindir. Müvəqqəti kəbin var, daimi kəbin var da. Yəni hamı daimi kəbin eləyir. Məsəl üçün ömürlük kəbin eləyirlər. Amma müvəqqəti kəbin də var. Bu siğəni bir saatda eləyə bilərsən, bir ayda eləyə bilərsən, bir ildə eləyə bilərsən, ömürlük də eləyə bilərsən. Bax, siğəli qadın birinci ərsiz qadın olmalıdır. Yəni əri olmayan qadın olmalıdır. Qız uşağı da ola bilər bu şərtlə ki, yəni bizdə inkişaf o qədər yoxdur. Bəziləri başlayacaqlar, sən istərsən qızınla siğə eləsin kimsə. Siz o qədər şərəfsizlər var ki, başlayacaqlar, hə, sən istərsən sənin qızınla kimsə siğə eləsin. Yəni bu Allahın qanunudur. Onu mən qoymamışam. Bu Allahın qanunudur ki, qız uşağı ilə bu şərtlə siğə eləyə bilərsən ki, məsəl üçün onun qəyyumu deyirlər də, atası, babası, əmisi, yəni ona hansı kişi tərəfdən baxırsa, əgər kişi yoxdursa, anası zat bax belə icazə versə, hə, o siğə eləyə bilərsən. Yəni siğəli qadın bir saatda ola bilər, bir ayda, ömürlük də ola bilər. Həmin o kişi ilə ola bilər pul razılaşırlar, ola bilər məsəl üçün, evimə bazarlıq eləginə mən sənə siğəli arvadın ola bilərəm və ya məni məşədə göndər, məni həccə göndər. Bax, yəni o kişi ilə razılaşır. Əgər kişi də ona razıdırsa, ya ərəb dilində siğə əqdi oxunur. Məsəl üçün, əgər özləri ərəb dilində bilirlərsə, siğə əqdi oxuyurlar bir-birlərinə. Yox, bilmirlərsə, istəsələr molla tuturlar, bilən adamı tuturlar, ona pul verirlər, həmin o razılaşırlar və kağızda da yazılmalıdır o. Həmin o kağızda yazılmalıdır. Siğə əqdi oxunur. Və ya əgər bunu istəmirlərsə mollaya və ya kiməsə yazdırırlar, öz aralarında gizli qalmaq üçün. Öz aralarında birinci yazırlar Bismillahirrahmanirrahim, yəni Allahın adı ilə. Sonra qadın məsəl üçün neçəyə razılaşıbsa, nəyə razılaşıbsa, yazır ki, mən qadın öz adından yazır. Qadın yazmalıdır da, yəni bunu. Qadın öz adından yazır ki, mən filankəsov filankəs qızı özümü filankəsov filankəs oğluna bu müddətə, yəni müddət də yazılır da, nə qədər müddət qoyulubsa, bu qiymətə və bu müddətə, yəni nəyə razılaşıbsa onu yazır.
buna razıyam, özümü ona arvad edim. Kişi də 3 kərəm deyir ki, qabulumdur, qabulumdur, qabulumdur. Bu siğə əqdi oxundu. Bəs necə fikirləşirsiniz ki, bu halal olur? Yəni bir qadın əgər bir kişi ilə siğə eləyirsə və o ilə fərq eləmir, yaşadı, yaşamadı, siğə əqdi oxundusa öz aralarında və ya molla oxudusa, 1 saatlıq, 5 saatlıq bunlar ayrılandan sonra, müddət qutarandan sonra ola bilər həmin o kişi ilə əgər başqa kişi ilə siğə eləməyibsə və ya ərə getməyibsə həmin qadın, həmin kişi ilə 1 saatdan sonra yenə ya müddəti artıra bilər və ya məsəl üçün bir gündən sonra yenə siğə eləyə bilər. Əgər başqası ilə bax siğəli qadın 3 ay 10 gün gözləməlidir. Əgər bir kişi ilə siğə eləyib qurtarıbsa, müddət qurtarıbsa 3 ay 10 gün, yəni 3 ay başı qutaranacan gözləməlidir. Gözləyəndən, yəni bunu onun üçün eləyirlər ki, Allah onun üçün qoyub ki, ola bilər o kişidən o hamilə qalır. Əgər hamilə qalıbsa, qadın heç bir kişi ilə siğə eləyə bilməz. O kişinin həmin o uşağını doğmalıdır. Siq də eləyə bilər, yəni çıxarda da bilər, doğa da bilər. 3 ay 10 gündən sonra başqa kişi ilə istəsə, yenə razılaşar 3 ay 10 gün. Razılaşar, bir var ki, bunun altından onun altına girə, başa düşürüz, heç müddət də gözləməyə. Bir də var 3 ay 10 gün vaxt qoyulur və gözləyir, qadın gözləyir. Gözləyəndən sonra istəsə, başqası ilə siğə eləyə bilər. Əgər öz kişisi ilə yenə deyirəm, həmin o kişi ilə ki, siğə eləyibsə, başqa kişi ilə siğə eləməyibsə, ona müddət gözlənilmir. Yenidən təkrar yenə də siğə eləyə bilər. Baxın, xarici ölkələrdə kişi ilə arvad bir-biri ilə 5 il, 10 il yaşayırlar. Öz dinlərinə görə də zaks eləmirlər, nə bilim, kəbin deyək ki, kəbin eləmirlər. Xristianlar olsun, yəhudilər olsun, bütpərəstlər olsun, özlərinin o inanclarını oxumurlar. Amma heç nəysiz yaşayırlar, ona bazlıq demirlər, ona pozğunçuluq demirlər. Amma bir kişi ilə bir arvad siğə eləyən kimi tez başlayırlar ki, sən anan istərsən, bacın istərsən, kiminə siğə eləsin. Ay şərəfsizlər, bu əgər siğənin qanununu kim dünyada bilərlər, qəbul eləyərlər və əməl eləyərlər, dünyada bir dənə pozğun qadın qalmaz. İnanın mənə. Bax, siğənin əqdi belədir. Kişi ilə qadın razılaşır və qadın yazır öz adını, familiyasını, neçə razılaşıbsa müddəti yazır və kişi də deyir ki, qabulumdur, qabulumdur, qabulumdur. Bu siğə əqdi oxundu və qadın 3 ay başı gözləyir, təmizlənəndən sonra istəsə başqası ilə siğə eləyə bilər. Bax, İmam Əli əleyhissalamın nə qədər siğəli qadınları olub. Ərsiz qadınlar idi, ona kömək eləyirdi. Onların evinə girmək məqsədi ilə, yəni özünə halal bilmək məqsədi ilə onları siğə eləyirdi, amma barmağının ucunu da toxundurmayıb. Elə kişilərdənsiz, eləyin də, siz də siğə eləyin, ərsiz qadınları siğə eləyin, barmağınızın ucunu toxundurmayın. Gedin, onlara kömək eləyin. Bax, belə kişilikdən danışaq da. Yoxsa dururlar, başlayırlar, başqa yerlərdə 5 illə, 10 illə yaşayırlar. Onlar bazlıq eləmir, onlar pozğunçuluq eləmir. Bax, siğəyə yenə deyirəm, bax, dünyada əməl eləsələr, bilsələr, dərk eləsələr, əməl eləsələr, inanın ki, pozğun qadın qalmaz. Bax, buna mən 100% kişi sözü deyirəm. Onun üçün də söyüşlə danışan o şərəfsizlər var, qanmırlar, şalvarımın zamokundan başı çıxır, dindən başlayırlar, danışırlar. Gedin, dini öyrənin, sonra danışın. Mənim bütün videolarımı, mənə söyüş söyənin, bütün varidatında nə qədər qız gəlin varsa, hamısını sığ. Mən videolarımı bəyənin bütün və takip eləyin.